Allahın dini asan dindir, olduqca asan dindir. Bir cəhətdən dünən dedik ki, əməllər ümumiyyətlə asandır. Uzaqdan baxanda çətin görünür. İçinə girəndə görürsən ki, heç nə yoxdur burada. Bir müddət eləyəndən sonra görürsən ki, eləməmək çətindir. Namaz qılmaq yox, qılmamaq çətindir. Oruç tutmaq yox, oruç tutmamaq çətindir. Burada oturanların hər birinə milyon versələr, hətta bəzilərinə desələr ki, məsələn, heç böyük bir əzab da yoxdur, yenə də bəzi adamlar tərk eləməz. Çünki deyər, mən necə olsun, məsələn, Ramazan ayında mən oruç tutmayayım. Necə bu adam deyir ki, çətindir belə yaşamaq. Mən birinci söhbətdə dedim, Allah çətinliyə mükafat verəsi olsaydı, gərək kafirlərə mükafat verərdi ki, çətin yaşadınız siz. Allah mükafatı çətinliyə vermir. Mən bunu 2 gündür təkrar edirəm. Mükafatın böyüklüyünə baxırıq, deyirik ki, bu boyda mükafat verirsə Allah, deməli iş çətindir. Demirik ki, yox, iş asandır. Allah rəhimlidir ki, asan işə bu qədər mükafat verir. Bu baxış bucağı ilə baxmalıyıq məsələyə. Allah çox mehribandır ki, asan işə böyük mükafat verir. Bir odur ki, işlər zaten asandır, dini hökmlər. İkinci məsələ budur ki, bu asan işləri eləmək üçün səbəb olmalıdır da, düzdür? Motivasiya deyirlər də, müasir dildə. Nə üçün mən bu işi görüm? 2 cür motivasiya ola bilər bir işi görmək üçün, din əməl eləmək üçün. Bir qorxu, bu biraz acıdır, bir də şövq, bu da şirindir. Ailədə kobud rəftar eləyənə qəbr əzabı var, düzdür? Hətta şəhid olsa belə. Ailədə kobud rəftar eləyənə qəbr əzabı var. Biri bu qorxudan, qəbr əzabının qorxusundan başlayır ailə üzvlərindən mehriban davranmağa. Bunun qiyməti nə qədərdir? Bir də var ki, deyir ki, xanım həyat yoldaşına bir stəkan su versə, filan qədər savab var. Həyat yoldaşı ilə insan xəlvətdə otursa, ikisi söhbət eləsə, xəlvət o mənada ki, yəni tənhalıqda, dərdləşsə, elə bil ki, Məscid-ül Həramda etiqaf saxlayıb. Yəni, bu qədər savabı var. Yaxud da deyir, övladının üzündən öpsən, hər öpməyivə 1 dərəcə verirlər cənnətdə. Bu, şövqlə bu əməlləri eləmək yaxşıdır, yoxsa qorxudan? Əlbəttə ki, şövqlə. Adam da qorxudan övladını öpər. O nə şirinliyi olar o həyatın, nə ləzzət olar. Qorxudan edilən əməllər ümumiyyətlə davamlı olmur. Dində qorxu var ya, amma qorxu əsas motivasiya olmamalıdır. Qorxu tormozlayıcı bir şeydir içərdə. Çox da qorxu üzərində qurulan dindarlığın ləzzəti yoxdur. Qorxuda çünki acılıq var. Adam qorxduğu şeyi yaddan çıxartmaq istəyir. Bu, lətifə fason bir şeydir. Danışırlar, deyir ki, o gün bir məqalə oxudum ki, siqaretin ziyanları çoxdur. Dedilər, xərçəng yaradır, nə yaradır filan. Dedilər ki, sual verir ki, onda siqareti tərk etdin, deyir, yox, da məqalə oxumuram. Qorxduğundan ondan imtina eləmək istəyir. O şeyi unutmaq istəyir, yaddan çıxartmaq istəyir. İnsana xas xüsusiyyətdir bu. Xas xüsusiyyətdir. Quran daha çox, İslam daha çox şövq üzərində qurulan dindarlığı dəstəkləyir. Vaqiə surəsi, dedimə dünən oxuyaq, heç kəs oxumayıb. Vaqiə surəsində ayələrə baxırsan, əsas cənnətdən danışır. Əsas cənnətdən danışır bir neçə yerdə cəhənnəmdən. Ər-Rəhman surəsini açırsan, əsas cənnəti vəsf eləyir. Ya mən səbəqət rəhmətuhu qəzəbə. Ey o Allah ki, rəhməti qəzəbini üstələyir. Əsas rəhmətidir Allahın. Tərbiyədə də valideynlər diqqətli olsunlar. Uşağı qorxu ilə tərbiyə eləməyin. Eləməsən bədbəxt olarsan. Bu ən səhv tərbiyə metodudur. Dərs oxumasan bədbəxt olarsan. Deyilən ki, dərs oxumaq yaxşıdır. Dərs oxuyandan Allahın xoşu gəlir. Dərs oxuyandan Peyğəmbərin xoşu gəlir. Dərs oxumağın belə faydaları var. Təşviqi yolla tərbiyə elə uşaqları. Pozitivlik lazımdır insan ruhuna. Allah xoşlayır ki, biz namaza gedəndə şad gedək. O ki, dilləri titriyirdilər məsumlar. O elə şövqün titrəməsidir, məsuliyyətdən yaranan titrəməkdir. O, bundan yaranır.
Namaz Allahın bəndəsinə ən böyük sevgisidir. Yadınızdadır, Ramazan ayında mən danışırdım, dedim ki, Allah eşq elan eləyəndə necə eləyir? Allah istəyirdisin ki, bəndəm, mən səni sevirəm, deyir, sənə filan şey eləmək vacibdir. Allahın hökmləri sevgisinin ifadəsidir. Nemətindən çox, sevgisini Allah insan adlı varlığa hökmləri ilə ifadə edir. Bir söz necə? Neməti heyvana verir, bəli. Heyvanlar da otlayır, su içir. Nemət də məhəbbətidir Allahın. Amma insana Allah məhəbbət göstərmək istəyəndə ona hökm verir. Fikir verin, peyğəmbərlərdən bir çoxu çobanlıq eləyib. Fikir vermişsiniz? Həzrəti Musa var, İslam peyğəmbərindən var. Onun bir neçə hikmətləri var, Allah nə üçün bunu eləyib. Hətta bir təvazö xüsusiyyəti də yaradı peyğəmbərlərdə. Məsələn, deyir, necə oldu ki, Musanı peyğəmbər seçdin? Deyir ki, bir dəfə bir balaca bir keçi balası da çəpiş deyirik də biz. O qaçırdı, deyir, ayrıldı, sürüdən qaçdı. Musa qaçdı dalıcan, xeyli qaçdı, getdi. Güclə onu tapdı, tutdu, çiyninə atdı. Bir dənə acı söz demədi, özü də yordum, məni də. Allah deyir, xoşum gəldi Musanın bu. Görün, heyvana qarşı rəftarını səbəb eləyir, deyir, səni özümə kəlimullah elədim buna görə. Çünki bu böyük bir göstəricidir, şəxsiyyət göstəricisidir. Nəinki insana, heç heyvana da qəzəblənmir. Ne üçün peyğəmbərlər çobanlıq eləyir? Bir səbəbi də budur ki, adam orada insan olduğunu daha yaxşı hiss eləyir. Məsələn, qoyunlar otlayır, sən də oturmuşsan. Allahu Əkbər azan verildi. Sən durursan, ayrılırsan, insan olduğu istəyirsən. Qoyunlar otlamağa davam eləyir. Vacib hökm gəlir, insanlıqla başqa şeyin sərhəddini ayırır bir-birindən. Adam namaza bax bu halla gedəndə görsən, nəinki asan olur, çox böyük şövqlə ibadət edirsən. Azan yəni Allah məni sevir, məni çağırır. Ona görə deyir, namazdan sonra şükür səcdəsi eləməsən, təqibat oxumasən başqa bir neçə olmasa bir zikir deməsən, Allah deyir, sənin namazını qəbul eləmirəm mən. Bilirsiniz niyə görə? Çünki sən minimum dindarlıq elədin. Sən bu namazın ancaq əzab qorxusundan idi ki, qılın boynumdan götürülsün, mənə cəza verilməsin. Allah deyib, bu ruhiyyədə adamın ibadətini istəmirəm. Namazdan sonra qıldığın namaza görə hər dəfə şükür elə ki, şükür, zöhr namazını bu mənə qismət elədin. Allah deyib, bu oldu. Bu bir minnətdarlıq hissi ilə, şövqlə edilən ibadətdir. Dinə qarşı adamda şövq olmalıdır. Şövq dindarlığı asanlaşdıran bir amildir. Nə neymətlər var bu dinin içində, nə neymətlər var ki, asan əldə olunur. Qəribə bir şeydir bu din. İçinə daxil olursan, adam görürsən ki, bəzi adamlar tanımır deyə Allahı şək edir. Deyir, bir daşı kim götürsə yoldan, qoysa kənara, cənnət ona vacibdir. Deyir, nə oldu, cənnət daşı qoydun? Çünki Allahı tanımayıb. Böyle bilir ki, geri adamı çətinə salıb sonra cənnətə aparsınlar. Xeyr. Zati bir çətinliyi var dünyanın, o heç. Amma din gəlib əksinə bu çətin dünyanı asan eləməyə insan üçün. Din gəlib mükafatlar təyin eləyib. Sən dişiyi sürtəcəydin, dişiyi yuyursan. Burada nə mükafat? Diş yuyana mükafat. Allah deyir, veririm. Mənə görə elə mükafat verim. Ne üçün? Filan cənab dişlərini yudu səhər. Çox sağ olsun, minnətdaram. Cənnətdən dərəcəsini qaldırın. Belə də ətir vurmağa savab müəyyən edir. Köynək, pak, təmiz paltar giyməyə, hər şeyə. Din gəldi, asanlaşdırdı da, yoxsa üzücü idi də. Hər gün eyni şeyləri təkrar edirsən, amma hər gün bu şeylərə mükafat müəyyən edirsən də şövq yaradır. Deyiyor ki, qiyamətdə insanlar həsrət çəkəcəklər. Bilirsiniz niyə? Duracaqlar, görəcəklər, mükafatlar paylanır. Görəcəklər, mükafat nə mükafat? Göz görməyib, qulaq eşitməyib. Allah mükafatlar verir, baxır, görür ki, artıqlaması ilə. Baxır, görür ki, nəyə verir bu mükafatı? Yol gedirdi, Sübhanallah. Sübhanallahın mükafatı Həzrəti Süleyman diye bir gün yol gedirdi. Taxt tacı ilə, vəzirlə, əyyanla, vəkillə filan. Böyük bir dəbdəbə ilə, şan şöhrətlə də şahdır da Həzrəti Süleyman. Gedir, bir kəndli də yerdə yer belləyir, yer şumlayır, neyniyir. Birdən başını qaldırır, deyir, Sübhanallah, Allah Süleymana nə böyük mülk verib. Deyir ki, Süleyman Aleyhisselam deyir ki, gedirəm o kəndlinin yanına. Bütün o
təşkilatı ilə bir yerdə gəlir, görür ki, kəndli iş görür. Deyir ki, baxır ona, deyir ki, təəccübdən məni görüb dedin, ha, Sübhanallah. Sənin bu bir Sübhanallahın dəyəri mənim mülkümdən üstündür. Bilirsən, qiyamətdə sənə Sübhanallahın əvəzini verəndə görəcəksən Süleymanın mülkü heç nədir onun qarşısında. Qiyamət günü ki, mükafat paylanacaq, biz baxacaq, görəcəyik ki, çox şey verdilər az şeyə. Az zəhmətə çox verdilər, onda başımıza döyəcəyik biz. Ona görə deyirlər, yevmul həsrət. Həsrət biz niyə deyirlər qiyamətə? Asan işə böyük mükafat verildi. Onu görəndə adam başına döyəcək. Yoxsa çətin işə nə həsrət? Qiyamət günüdür, görürsən ki, iş çox çətin idi. Allah'a deyirsən ki, bacarmadım da mən. Orada heç kəs deməyəcək, bacarmadım. Hamı başına döyəcək ki, nə qədər asan imiş bu. Nə qədər asan imiş, bizə çətin gəlirdi. Kimdir bizim beynimizdə bunu çətinləşdirən? Şeytan. Şeytan bu şeyi bizə çətinləşdirdi. Sevgi ilə dindarlıq. Sevgi ilə dindarlıq nədir? Sevgi əsaslı. Nə deməkdir? Bəziləri elə bilir ki, deyəsən ki, sevgi budur ki, yəni insan çalışsın Allahın sevgisini qazansın. Səhv sözdür bu. Əslində məntiq nədir? Allah bizi sevir, yaradıb və artıq sevir. Və biz onun sevgisinə qarşılıq vermək üçün ona bəndəlik edirik. Ən gözəl dindarlıq budur. Ən gözəl dindarlıq budur. Biz dindarıq ki, sevgisinə necəsə cavab verək. Biri var, mən əli boşam. Mən istəyirəm, sevilim deyə ibadət edirəm. Bir də var ki, əli boş deyiləm. Dünyaya gələndə artıq qabım doludur sevgi ilə. Artıq sevilirəm. Sevgidən arxayınam və istəyirəm ki, mən bu sevgiyə necəsə qarşılıq verim, başlayıram Allaha bəndəlik eləməyə. Başlayıram Allaha ibadət eləməyə. Bəzi elə bilir ki, Allah bizi sevsin deyə biz Allaha ibadət eləməliyik. Xeyr. Bax, biz xanım Zəhranın məclisinə gəlmişik. Biri deyək ki, mən gedim Həzrət Zəhranın məclisinə ki, Həzrət Əli, Həzrət Zəhra, Əhl-i-Beyt məni sevsin. Çox səhv fikirdir. Sən get bu məclisə ki, məni artıq sevirlər, mən bu sevgiyə necəsə cavab verim. İmam Zaman ağa bu əzanın sahibidir, 12-ci imamımız. İmam Zaman bu əzanın sahibidir, məni gözləyir. Gözü axtarır ki, mən gəlim onun məclisinə, anasının məclisinə. İnanmırsınız bu sözə? Mən bugün Əyyam-ı Fatimiyyədə and içirəm Həzrəti Zəhranın haqqına ki, belədir məsələ. Bundan artıq da nə boyda yük götürürəm. And olsun xanım Zəhranın haqqına ki, zamanənin imamı sizi sevir və burada görmək istəyir.